Uşaqların dərs oxumağındakı problemə gəlincə, niyə uşaqlar dərs oxumaq istəmirlər, həvəssizdirlər? Bunun səbəbi odur ki, uşaqlar dərs oxuyanda birincisi, onlar o dərs oxumağın gələcəkdə onlara faydalı olacağını düşünürlər və o uşaqlar da indiyə odaqlıdırlar. Yəni mən bu dəqiqə həzz almaq istəyirəm, bu dəqiqə yaxşı şeylər eləmək istəyirəm. Gələcəklə bağlı düşüncələri yoxdur. Onların düşüncələri daha çox indiki dövrə fokuslanır. İkinci bir məsələ, uşaqlar dərs oxuyanda düşünürlər ki, tək olacaqlar, tək oxuyacaq, tapşırıq işləyəcək, oturacaq. Bu da beyində dopamini azaldır, yəni hərəkətliliyi azaldır və o xoşbəxt olmamağa başlayır. Baxır ki, mən bunlardan həzz ala bilməyəcəm. Üçüncü bir maddə, uşaqlar məcburiyyətdən oxuyurlar, yəni sevərək oxumurlar. Nəyinsə xatirinə, öyrənmək üçün oxumurlar. Müəllim get tapşırığı işlə gəl deyə oxuyurlar, məcburiyyətdən. Valideyn danlayacaq deyə oxuyurlar. Yəni bir şeyi məcburiyyətdən, yəni seçim onların deyil. Başqasının seçimini eləmək məcburiyyətində qaldıqları üçün oxumaqdan həvəssizdirlər. Bəs bunun çözümü nədir? Bunun çözümü odur ki, uşaqlara dərs oxumağı sevdirmək lazımdır. Necə? Oyun formatında, praktik formatda, dərslərə hazırlıq formatında, yəni riyazi hesablamalardan daha çox oyun formatında dərsləri oxutmaq lazımdır. Nəzəriyyə formasında yox, praktik formatında. Bir də ən əsas məsələ odur ki, uşaqlar dərs oxumaqda çətinlik çəkmələrinin səbəbi dəstək ala bilmirlər. Məsələn, valideyn deyir ki, get dərsini oxu, amma uşaq oxuya bilmədiyi, öyrənə bilmədiyi bəzi məsələlər var ki, onlardan kömək istəyir, amma valideynə demək istəmir. İstəyir ki, valideyn onu anlasın, özü gəlsin, valideyn ona kömək eləsin. Valideyn də bunu eləməyəndə uşaq da nə etməyə başlayır? Məsələni işləyə bilməyəndə özünü itirir, özündən küsür, dəyərsizləşir və özünü tək tənha hiss edir. Buna görə də oxumağa həvəsi azalır.